Allah ile müraciət etmiş şeytandan ismiyle Allah'ın, Rəhmanın, Rəhimin. Həmd Allah üçündür, Rəbbidir aləmlərin. Aqibət, xeyir Allah'tan qorxanlar üçündür. Allah'ın salamı, sülhü, əmnamanlığı, rəhməti, bərəkəti, aqibəti, islahat olsun. Sizlərin üzərinizə mənim inanan oğlan və qız qardaşlarım, eləcə də bizləri bu videoda izləyən bütün xalqımızın övladlarının üzərinə, eləcə də bütün eşilənlərin üzərinə. Allah hamınızdan razı olsun ki, bugünkü gün Allah'ın bizlərə Quranda açıb öyrətdiyi ayələrə istinad edərək, necə ki Allah Təbarək Teala Quranda 51-ci surənin 56-cı ayəsində buyurur ki, mən insanları və cinləri yarattım ki, mənə ibadət eləsinlər. İbadət sözü ərəb sözüdür. Bizim dildə bəndəlik deməkdir, yəni Allaha bağlılıq deməkdir, Allahın əmrlərini yerinə yetirmək və Allaha qulluq eləmək deməkdir. Bizlər də bugüne kadar baxmayaraq ki, neçə əsrlər idi ki, İslam dini Allah Təbarək Teala Quranda 3-cü surənin 19-cu ayəsində buyurur ki, din Allah yanında İslamdır. Ancaq kim İslamdan başqa bir dinin dalınca gedərsə, o din ondan qəbul olunmaz. Bugüne kadar baxıb görürük ki, yəni dünyada olan hadisələrə baxırsan, görürsən ki, yer üzərində 8 milyarda yaxın insan var, ancaq 10 mindən çox dinlər var. Ancaq o 10 mindən çox dinləri Allah yaratmadı. Onu insanlardan və şeytanlardan olan insanlar yarattı, cinlər yarattı, şeytanlar yarattı. Amma Allah'ın isə yarattığı din bir dənə İslam dinidir ki, o İslam dini ki, o İslam həm ədalət, həm mərhəmət, barışıq, birlik, qardaşlıq, əminamanlıq və əxlaq dinidir. Ancaq bugüne kadar, indiyənə qədər mənim 56 yaşım var, hələ mən görməmişəm ki, yer üzərində belə bir din olsun ki, orada sadaladıqlarım orada olsun. Yəni, ədalətli olsun, insanlar orada o dində qardaş olsunlar, bir olsunlar, mehriban olsunlar, əxlaqları olsun. Ancaq Allaha sonsuz sədəşlər olsun ki, Allah'ın bizlərə Qurandan açıb öyrətdiyi ayələrə istinad edərək baxıb görürsən ki, Quranda olan ayələrlə Allah bizi ədalətli olmağa çağırır, mərhəmətli olmağa çağırır, əxlaqlı olmağa çağırır, birliyə, təslimiyyətə, qardaşlığa çağırır. Və bugüne qədər də insanların bugüne gətirib çıxartdığı bu müsəlman dinində olan bu firqələr, məzhəblər, təriqətlər, baxırsan, görürsən ki, Quranda olan ayələrlə əlbəttə ki, onu insanlar uydurub özlərindən, insanlar yaradır. Çünki Allah'ın dinində təriqətlər, firqələr, məzhəblər yoxdur. Allah'ın dinində şiə, sünni, vəhabi yoxdur. Əgər Allah'ın dinində şiə, sünni, vəhabi yoxdursa, deməli, bu şiə, sünni, vəhabilər də Allah'ın dinində deyirlər. Ona görə də insanlara deyəndə ki, gəlin firqələrə bölünməyin, gəlin Allah'ın Quranından, Allah'ın ipindən yapışın ki, firqələrə bölünməyin, insanların acıqları gəlir. Deyirlər, yox, atalarımızın, babalarımızın getdiyi yoluna gedəcəyik. Allah isə deyir ki, onlara deyək ki, əgər onların ataları, babaları doğru yolda değilseler, onda necə? Ona göre de bu dinin içerisinde olan bu insanların uydurduğu dinde olan kanunlar, ister bunların namazı olsun, ister orucu olsun, zekatı olsun, sədəqə, ihsan, qurban, qisas, cihad, həc, bunlar heç birisi Allah'ın bizlerin üzerinden nazil ettiği bu Quranda 6236 ayənin içerisinde olan ayelerde olduğu kimi değil. Onların o dini özlerinin əlləriylə yazdıkları hədis və sünnələrdədir. Ancaq Allah'ın Quranında isə Allah bunu safsın başqa cür deyir. Yəni bu ibadətləri ümumiyyətcə başqa cür deyir. Bugün həc deyəndə insanlar elə başa düşürlər ki, 10 min, 15 min verirlər, gedirlər Məkkəyə və Məkkədə hansısa bir binanın başına 7 dəfə təvaf eləyirlər, sonra da həmin o binanı öpürlər, şeytana daş atırlar və Səfa, Mərva deyilən dağ arasında qaçırlar 7 dəfə. Bunlar sonra olurlar həc. Əslində isə həc deyəndə biz nə başa düşürük? Həc Allah Təbarək Teala 9-cu surənin 3-cü ayəsində buyurur ki, Allah və onun Rəsulu dəvət edir insanları böyük həc günündə. Deməli, Allah və onun Rəsulu dəvət edir. Yəni, Rəsul diri olmalıdır ki, insanları dəvət eləsin həccə. Ölü olan kəs heç kəsə dəvət edə bilməz. Və dəvət olunanlar da, yəni diri Rəsul tərəfindən dəvət olunmalıdır. Əgər səni dəvət eləmirlərsə hansısa bir tədbirə, hansısa bir məclisə, sən necə gedə bilərsən ora? Bugün insanlar həccə gedirlər, ancaq onları heç kəs ora dəvət eləmir. Öz başına çıxıb gedirlər. 10 min, 15 min verirlər, gedirlər dediyim kimi, daşı divarı öpüb gəlirlər ki, nə var, həcidir.
Ancaq Allah təbarək təala bizlərə Quranda bir daha 22-ci surənin 27-ci ayəsində danışır ki, deyir ki, Rəsula, ay Rəsul, insanları çağır gəlsin sənin yanına, uzaq-uzaq dərələrdən, təpələrdən, suvari və piyada olan halda, yəni minikdə və piyada olan halda, öz mənfəətlərinə şahid olsunlar. Deməli, Rəsul insanları dəvət eləməlidir, Allaha, onun Rəsuluna tərəf dəvət olunmalıdır, insanlar gəlməlidir, öz mənfəətlərinə şahid olmaqdan ötürü. Nədir o mənfəət? Və insanlar bu mənfəətin nə olduğunu bilmirlər. Düzdür, Quranda 7-ci surənin 188-ci ayəsində Allahın Rəsulü deyir ki, mən öz nəfsimə mənfəət və zərər yetirməyə malik deyiləm. Bəs yaxşı, öz nəfsinə mənfəət və zərər yetirməyə malik olmayan Rəsul bu insanlara necə mənfəət verə bilər? Ona görə də mənfəət odur ki, Allah təbarək təala buyurur ki, çağır insanları gəlsin sənin yanına, uzaq-uzaq dərələrdən, təpələrdən, piyada və suvari olan halda, minik halında olan halda və gəlsinlər öz mənfəətlərinə. Mənfəət də Allah 51-ci surənin 55-ci ayəsində buyurur ki, yad etmə mənfəətdir inananlar üçün. Bunu kim yad etdirməlidir? Əlbəttə ki, Allah Rəsul'a deyir ki, sən dəvət elə gəlsinlər sənin yanına. Deməli, diri Rəsulun yanına insanlar gəlməlidir ki, insanlara o Quranda insanların bugünə qədər gizlətdikləri o bəyanatları, o dəlilləri, sübutları Allahın Rəsulu, Allahın onun üzərinə vəhy ilə ilham verib açıb öyrətdiyi ayələri üzə çıxartmaqdan ötürü. Bugünə qədər insanlardan dini gizlətmişdilər, Quranı gizlətmişdilər, Quranı ölü oxuyurdular. Ancaq dillərimiz isə hədislərlə, sünnələrlə yol gedirlər, elə başa düşürdülər ki, bunlar Allaha ibadət edirlər. Halbuki bunlar bu cür hədis və sünnələrlə ibadəti Allaha yox, ərəbə fars edirlər. Bugünə qədər də ərəblərin, farsların da əməllərini biz göz qabağında görürük ki, bu günlərin Məkkə, yəni o Kəbədə olan o insanların yığışması bugün dünyada ən böyük bir bütxanadır ki, yığışırlar ora o daşı divarı öpməkdən ötürü. Halbuki o daşdan, divardan yardım istəyir insanlar. Şəxsən mənim özüm getmişəm, 27 il bundan qabaq getmişəm ora, nə qədər ki mən də haqqı bilmirdim. Gedib mən də gördüm, mən də şahid oldum. Mən də o insanlar kimi daşdan, divardan yardım istəyirdim. Mən də daşı divarı öpürdüm. Ancaq sonradan Allah mənə bu elmi verəndən sonra, bu kitabı, hikməti verəndən sonra, mənə nübüvvət verdikdən sonra mən gördüm ki, Quranda yox, mən səhv eləmişəm. Ata-baba qayda-qanunla getməklə mən Allahdan başqalarını Allaha şərik qoşulmuşam. Bəli, bugün insanlara bu haqqı söyləyəndə insanların acığı gəlir. Allah da 39-cu surənin 45-ci ayəsində buyurur ki, onda ki onlara Allahın ayələri ilə tək Allah yad olunur, o kəslər ki Allaha və axirət gününə inanmırlar, onların qəlblərində acıqları gəlir. Onda ki Allahdan başqalarından danışırsan, onlar deyir, sevinirlər, bəşarətlənirlər. Ona görə də əziz mənim xalqımın övladları, əziz qardaşları, oğlan və qız qardaşlarım, Allah təbarək təala bizlərə açdı Qurandan öyrətdi ki, həcc nə deməkdir? İnsanlardan bugünə qədər həccin nə olduğunu gizlətdiklərinə görə insanlar bugün həccə gedirlər, həcc adı almaqdan ötürü. Həcc sözünün mənası 2-ci surənin 258-ci ayəsində Allah deyir ki, höccət deməkdir. Həcc höccət deməkdir. Höccət odur ki, yəni insanlar gəlirlər Allahın Rəsulunun yanına, hər yerdən gəlirlər və Allahın Quranda olan ayələri höccətləşdirərək, müzakirə edərək Allahın Quranda olanlarını, insanların gizlətdiklərini, o dəlilləri, sübutları, o bəyanatları üzə çıxartmaqdan ötürü. Ona görə Allah deyir ki, ay kitab əhalisi, əlbəttə gəldi sizə bizim Rəsulumuz bəyan edə sizə. Nədən ki, kitabdan məxfi etmişdiniz, gizlətmişdiniz və əff edə əksəriyyətini, yəni insanların da günahlarının bağışlanmasını istəmək üçün. Ona görə də bu günlərim mən Allahdan gəldi ki, mənə Allah təbarək təala bu ölkədən, bu xalqımızın, bu millətimizin içərisindən 22 il bundan öncə qaldırdı ki, bütün bəşərə bir nümunə olaraq Allahın mənim üzərimə öyrətdiyi bu mesajları insanlara çatdırmaqdan ötürü. Bütün dünyaya car çəkib insanları Allaha və onun ayələri ilə Allaha təslim olmağa tərəf dəvət edək. Bəli, Allaha sonsuz sədə şükürlər olsun ki, bu Quranda olan ayələri bizlər bu günə qədər öz həyatımıza tətbiq edib yaşayırıq. Bizim necə ki bu insanların dediyi kimi el arasında namaz deyirlər, hansı ki ona Allah Quranda salat, salavat deyir. Ancaq Allah bizə açdı öyrətdi ki, onun adı, yəni o bağışlanmaqdır, Allahdan bağışlanmaq istəmək üçündür bu. Özdə hər bir insan Allahdan bağışlanmağı öz dilində eləməlidir, anladığı dildə. Yəni ərəbin dilində biz Allahdan bağışlanmaq istəməməliyik. Bugün müsəlmanlara deyirlər ki, siz ancaq ərəbin dilində Allahdan bağışlanmaq istəməlisiniz. Məgər Allah bizim dilimizi bilmirmi? Bizə göz verən Allah bizi görmürmü? Bizə qulaq verən Allah ki, eşidək, məgər özü eşitmir. Bizə dil verən Allah bizim dilimizi bilmirmi? Yoxsa bizim Allahımız ancaq ərəbdir, ərəb dilini bilir. O ancaq ərəb dilini bilən Allah, əlbəttə ki, bu ərəblərin Allahı ola bilər. Bizim isə Allahımız bütün dilləri bilir. Ona görə də Allaha sonsuz sədə şükürlər olsun ki, mən istərdim ki,
bugüne qədər o həc mərasimi